Ahiyyatçı filan kəs, alim filan kəs, hərə də bir dənə kanal açıb qoyur YouTube-a, minbərdə də otururlar, geyinirlər o dini geyimləri filanları, yekə-yekə başlayırlar danışmağa. Bunların çoxu dindən, İslamdan xəbərsiz adamlardır vallahi. Bunlar dinə qətiyyən aidiyyat olmayan insanlardır. Bunlar sadəcə xurafatı, bax bu bəy xurafatdan söz düşdü. O gedib nəzir niyaz yığmağı, nə mələm uçurtmağı, indi də deyir müasirləşdirib dronla eləyəcəklər də. O ələmləri baxmış olarsınız, uçurdu. İndi o dronlar çıxıb da yuxarıdan çəkir. İndi ələmi bağlayacaqlar ona ki, yine insanlar var ki, xəbəri yoxdur da, bilmir, inanır, sadəlövdür. İnanacaq ki, ona bax, göydə ələm gedirik, uçur. Məhərrəmliyin böyük geniş şəhadətli tarixi var. Bu bilirsiniz ki, Peyğəmbərin nəvəsi Həzrət Əlinin oğlu İmam Hüseyin əleyhissalamın o dövrün mənfur xəlifəsi tərəfindən şəhadətə yetirildiyi bir tarixdir. Şübhəsiz ki, biz bilirik, bütün dünya alimləri, belə deyək, ictimai, ümumiyyətlə belə bir fikir formalaşıb ki, tanınmış şəxsiyyətləri, ümumiyyətlə dünyada iz qoymuş şəxsiyyətlərin ölüm tarixi, doğum tarixi normal şəkildə qeyd olunur və gələcək nəsillərə aşılanır. Həmçinin İmam Hüseyin əleyhissalam da bax, bu şəxsiyyətlərdən biridir. Digər ki, bəzi qurumlar, bəzi dövlətlər, vaxtilə bəzi hakimiyyətlər ki, o dindən, müəyyən məsələlərdən öz maraqları üçün istifadə ediblər. Bax, bu mövzuya toxunduq. İmam Hüseynin bu şəhadətindən həddindən artıq sui-istifadə ediblər. Həddindən artıq ha. Məsələn, Büveyhilər dövründə bu şəxsi-vaxsiyçilik ənənəsi orada yaranıbdır. Yəni ona kimi 12 imam deyirik də, indi Azərbaycan xalqının inancına uyğun mən danışıram. 12 imamın 12-sinin də siz tarixinə baxın, onların heç birinin dövründə indiki ənənəvi şəkildəki məhərrəmlik keçirilməyib. Yəni o formada ha, baş yarasan, şəxsi, vaxsi, nə bilim, zəncir vurasan, qana qərq olasan, falçığa girəsən, da bu formada... Müxtəlif şeylər fikirləşir. Yəni İmam Hüseynin özü bunlara yol verməkdir. Əsla. İmam Hüseyin elə bax o şeylərin kökünü kəsmək üçün şəhid oldu. Bəli. İndi o cür ayinləri icra edənlər birbaşa İmam Hüseynin düşmənidir və İmam Hüseyni təhqir edirlər. Onlar İmam Hüseyni elmi şəkildə olduğu kimi normal o adamın dünyaya gətirdiyi əqidəni, ideologiyanı imkan vermirlər ki, o hayküy pərdəsindən çıxıb təhib ortaya qoyasan. Yəni ki, İmam Hüseyin deyəndə el o qaraküyü başlayırlar, ağız deyəni qulağı eşitmir, qutardı getdi. 40 gün gəldi, keçdi və salam. Ora yığılan adamlara bir gedib, bax, məsələn, televiziyadan bir sorğu keçirəsən də, İmam Hüseyin neçənci ildə anadan olub? Neçənci ildə vəfat edib? Neçə övladı olub? 3 dənə onun kəlamını deyə bilərsən. Vallahi onun heç biri bilməyəcək onu. Bəli. Amma 1400 ildir bu adamlar başına vurur. O deyir, Osmanlı paşalarının hansı olub? Bura gələndə görüb ki, cəmaat yığışıb, şəxsi vaxtı. Deyib, bu nə məsələdir? Deyiblər ki, bəs imamın, deyib, bura indi çatıb ki, 1400 ildir o imam şəhid olub. Yəni, indi məlumat veriblər bura ki. Bunun tarixi köyləri böyükdür. Əslində, o şəxsi vaxtı başa vurmaq məsələsi, mən bir cümlə ilə deyəcəm, orada çox toxunmuram. İmam Hüseyni birisi xəyanət nəticəsində şəhid ediblər. Onu dəvət edən Kufə əhli, İraq cəmaatı dəvət ediblər, sonra da qılınc götürüb Yezidin qoşununda ona qarşı döyüşüb, onu şəhadətə yetiriblər. Öldürəndən sonra peşman olub, başlayıblar əllərindəki dəmirlə, qılınçla başlarına vurmağa. O ənənə oradan yaranıbdır. İndi Azərbaycanda da bunu yayıblar, İraqdan İrana keçib, İrandan Azərbaycana keçib və formalaşıb və belə də deyim ki, istismarçı ruhani təbəqənin burada maddi maraqları böyükdür, yəni açığı deyim. İndi o xurafat tərəfi başqa, o heç ələmdir, nəzirdir, daş divara qənt yapışdırmağa, neyinə, bunlar başqa. Amma məsələn, adi bir dəqiqə məscidləri götürək. 2011-ci ildə şəxsən mən Bakı İslam Universitetində müəllim işləyəndə Təzəfir məscidində nəzarətçilərdən biri idim. Bir günə 54 min manat pul yığıldı nəzir pulundan. İndi siz özünüz bunu hesab eləyin görün. Bunun hamısı hara gedir, neyini, mən onu bilmədim. Heç kim bilmədi. Naməlum istiqamətlər. Yəni İmam Hüseynin artıq bu ideologiyasını, əqidəsini, bu məhərrəmlik məsələsini artıq biznesə çeviriblər, xurafata çeviriblər. Bunun dinə əsla və əsla aidiyyatı yoxdur. Peyğəmbərin bir gündə 70 nəfər yaxınları şəhid olub Uhud müharibəsində. Peyğəmbər bir dəfə başına sinəsinə vurubmu? 3 gündən artıq yaz keçiribmi? Şəxsi məclisi qurubmu? Əsla olub. Əmisi Həmzə, dayısı oğlu, bütün nəsli kökü Uhud müharibəsində İmam Hüseynindən də betər eləyiblər onu. O Həmzənin o fərini çıxardıblar. O Əməvilərin, Əbu Sufyanın həyat yoldaşı Hind. Qulaqlarını, burnunu kəsib boyunbağı düzəldiblər. Yəni Peyğəmbər eləsəydi, elə bir şəxsi məclisi düzəldərdi. Deyərdi, mən də bunun əsasını qoyuram, ömür boyu elə mənim nəslimə ağı deyin, ağlayın. Nəzir yığın. Olmuyor baxım şey. Hacı Məşədi dediniz. Yoxdur. Peyğəmbər ömrünü bir dəfəcə gedir. Niyə ona Hacı Məhəmməd demirik? Bəli. Məsələn, Hacı filankəs ondan artıq oldu. Hacı filankəs. O karatedə qara kəmər verilir. 3-cü dan qara kəmər sahibi. Kərbəla adam var 30 dəfə gedib. 30 dəfə Hacı Məşədi. 30-cu dan bu Kərbəla. Bu hamısı xurafat, cəhalət, şan şöhrət üçün. İman yoxdur qəlbində, əməl yoxdur. Özünü dindar kimi sığortalamaqdan ötürü. Hacı filankəs. Yoxdur elə bir şey.
Onda namaz qılan filan kəs, oruç tutan filan kəs. Nə bir xristianlara da desinlər xaçasan filan kəs. Bu olmaz axı belə. Peyğəmbərin bir hədisi var. Deyir: "Rubbətəlil Qur'an vəl Qur'an yul'anhu." Çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur. İmamları öldürənlər də elə namaz qılıb oruç tutanlar idi. Peyğəmbərin başına daş atanların da çoxu bax onlar idi. Bu gün də məhz İslam dinini zədələyənlər, onurğa sütununa zərbə vuranlar elə həmin o riyakar ruhanilərdir.